Salam, hər vaxtınız xeyir. Hər birinizi ikinci webinarımda xoş gördüm. Bugünkü mövzumuz minimal söz bazı ilə rus dilində necə danışa bilərik? Əslində mən bu problemlə çox tez-tez qarşılaşıram. Çünki sınaq dərsinə qoşulan bir çox tələbə deyir ki, bəs mənim söz bazam var, yəni lap yüksək də olmasa da, lap minimal söz bazam var, amma bildiyim sözləri belə dilə gətirə bilmirəm. Kimsə məndən bildiyim bir şey soruşur, amma mən onu dilə gətirə bilmirəm, cavab verə bilmirəm. İlk növbədə onu qeyd edim ki, sizin əgər gündəlik praktikanız yoxdursa, yəni gündəlik həyatınızda rus dilində danışmırsınızsa, bu problemlə qarşılaşmağınız normaldır. Çünki rus dili elə bir dildir ki, və məhz bizim ölkədə hal-hazırda Azərbaycan dilindən sonra ən çox danışılan, ən çox istifadə edilən dildir. Və normal olaraq da rus dilini öyrənmək istəyən tələbə YouTube-da videolara baxır, çalışır rus dilində seriallara, kinolara baxsın və o qədər də öz ətrafında, yəni ətrafımızda bu dəqiqə hər kəs rus dilində danışır. Adi salona gedirsən rus dilində danışırlar, mağazinə gedirsən rus dilində danışırlar. İş yerlərində demək olar ki, hər kəs rus dilində danışır və normal olaraq da bizim qulaqlarımız postoyanla, daimi olaraq bu dili eşidir. Və ona görə də bir çox sözlər danışılan zaman sizə tanış gələ bilər. Adi öz təcrübəmə əsaslanaraq deyirəm. Mən tələbələrimə sözlər göndərirəm öyrənsin və növbəti dərsə soruşanda ki, siz bu sözləri öyrənmisiniz? Tələbə deyir ki, tutaq ki də məsələn bir 20, 30, ola bilsin ki 40 lap söz göndərmişəm. Tələbə də deyir ki, bəs mən bu sözlərin zaten hamısını bilirəm, hamısı mənə tanış sözlərdir. Ona görə sadəcə üzdən oxumuşam və salam. Və sözləri soruşmağa başlayanda tələbə o məsələn göndərdiyim 30-40 sözdən maksimum 3-nə, 4-nə cavab verə ya da verməz. Sonra özü də təəccüblənir ki, necə olur axı? Siz indi deyirsiniz mənim yanımda bu sözü də, mən sırası yadıma düşür. Amma mən siz məndən soruşanda həmin o bildiyim sözü dilə gətirə bilmirəm, deyə bilmirəm. Nə üçün belə baş verir? Bayaq da qeyd etdiyim kimi, ilk növbədə sizin gündəlik praktikanız yoxdur. Yəni gündəlik həyatınızda siz bu sözləri istifadə etmirsiniz. Eşidirsiniz, amma istifadə etmirsiniz, tətbiq etmirsiniz. Və ən önəmlisi də dil öyrənən zaman siz daimi ancaq səsli şəkildə danışmalısınız. Yəni nie только ünsiyyət qurmaqdan burada söhbət gedir. Bunu keçən dərsində də qeyd eləmişdim, yenə qeyd edirəm ki, danışıq bir neçə mərhələdən ibarətdir. Yəni danışıq o demək deyil ki, dərhal danışıq dərslərinə qoşulum, dərhal rus dilində danışım. Xeyr. Əgər sizin bazanız yoxdursa və ya minimalla bazanız varsa, siz bir neçə mərhələlərdən keçməlisiniz ki, həmin o danışıq dərslərinə qoşulasınız. Və hələ o mərhələlərdən də biri sözləri düzgün necə öyrənməliyik. Bu çox vacib rol oynayır. Elə insan var ki, sözləri əzbərləyir, amma yenə də ürəyində deyir. Yəni səsli şəkildə demir. Bu çox yanlış metoddur. Siz nə öyrənirsinizsə, ancaq və ancaq səsli şəkildə deməlisiniz. Yəni öz dediyinizi özünüz eşitməlisiniz mütləq. Primitiv söz, məsələn, sabahınız xeyir, dobro utro. Məsələn, sizin yanınızda kim bu sözü desə, deyəcəksiniz ki, nə var ya bu sözü bilməkdə, sabahınız xeyir deməkdir. Amma görürsünüz, özünüz tələffüz edəndə ya vurğunu səhv qoyursunuz, ya hansısa hərfi orada demirsiniz. Yəqin ki, tez-tez bu vurğu problemi ilə qarşılaşırsınız. Çünki mənə o qədər tələbə məhz bu problemlə müraciət edir ki, müəllimə, mən vurğuda çox çətinlik çəkirəm, vurğuları düzgün qoya bilmirəm. Səsli şəkildə tələffüz etdiyiniz zaman siz həm tələffüzünüzü, həm də vurğunu düzəltmiş olacaqsınız. Səsli şəkildə sözləri öyrənərək siz artıq öz dilinizi işlətməyə başlayırsınız. Ona görə sizə məsləhətim, sözləri öyrəndiyiniz zaman mütləq və mütləq səsli şəkildə əzbərləyin, oxumayın. Mütləq səsli şəkildə əzbərləyin və daha sonra keçin həmin sözləri artıq cümlələrdə və mini dialoqlarda tətbiq eləməyə. Keçən dərsində mən Telegram kursunun ilk dərsi ilə paylaşmışdım və qeyd eləmişdim ki, bu rus dilinin danışıq qrammatikasında ən baza mövzu sayılır. Yəni siz bu mövzunu tam dərk edib, tam anlamalısınız ki, növbəti mövzular artıq sizə asan gəlsin. Deməli, həmin dərsdə mən ismin cinsləri və hallanması mövzusunu izah edirdim. Ümid edirəm ki, hər biriniz izləmişsiniz. Bir sualınız və ya çətinliyiniz yarandığı təqdirdə suallarınızı ünvanlaya bilərsiniz. Deməli, gəlin qısaca bu mövzunun üzərindən keçək. Rus dilində 3 cins var. Mужской род, kişi cinsi, женский род, qadın cinsi, средний род, orta cins. Kişi cinsli isimlər sonu samitlə bitən isimlərdir.
Qadın cinsli isimlər A və Y şəkilləri ilə bitən isimlərdir. Orta cinsli isimlər O və Y şəkilləri ilə bitir. Və mən orada qeyd edirəm ki, ismin cinslərini bilmək onun üçün vacibdir ki, rus dilində isimlər məhz bax bu 3 cinsə görə hallanır. Yəni hər cinsin özünə məxsus hallanması, öz şəkilləri var. Və siz gərək ilk növbədə həmin şəkilləri öyrənəsiniz. Yəni isimlərin cinslərə görə hallanan zaman qəbul etdiyi şəkilləri öyrənmək lazımdır. Ümid edirəm ki, hər biriniz bu şəkillərlə yaxından tanış olmusunuz. İndi isə keçək bu şəkillərin cümlələrdə tətbiq olunma qaydasına. Tətbiq olunma qaydası mən deyəndə, yəni məsələn, yəqin ki, sizdə bu sual işarəsi yaranıb ki, görəsən mən nə vaxt təsirlik halın şəkillərini işlətməliyəm və ya yəlik halın şəkillərini nə vaxt istifadə etməliyəm? Məsələn, nə vaxt mən yəlik halın şəkilçisi I şəkilçisindən istifadə etməliyəm və yaxud təsirlik halın şəkilçisi U şəkilçisindən? İndi bu videomda mən qısaca sizə bu şəkillərin tətbiq olunma qaydasını izah edəcəm. Bu videomda mən sizə təsirlik və yönlük halların şəkillərinin cümlələrdə tətbiq olunma qaydasını izah edəcəm. Başlayaq ilk öncə təsirlik haldan. Deməli, siz şəkilləri düzgün şəkildə cümlələrdə tətbiq etmək istəyirsinizsə, o zaman siz ilk növbədə həmin halın suallarını öyrənməlisiniz. Təsirlik halın sualları kavo, kimi, что, nəyi? Yəni bu o deməkdir ki, əgər isim kimim, yəni kavo və nəyi, yəni что, bu iki sualdan birinə cavab verərsə, biz avtomatik olaraq həmin isimləri rus dilində işlədəcəyik təsirlik halda. Təsirlik halda işlədəcəyik nə deməkdir? Yəni təsirlik halının şəkilçisindən istifadə edirik. Təsirlik halının şəkilçisini qoyuruq. Və önündə də heç bir qoşma istifadə etmirik. Qoşma nəyi nəzərdə tuturam? Yəni V-dır, N-dır, I-sı, A-dır. Bu qoşmalardan istifadə etmirik. Sadəcə təsirlik halının şəkilçisini qoyuruq və vəsə. Gəlin indi isimlərin cinslərə görə hallanan zaman təsirlik halda qəbul etdiyi şəkilləri yadımıza salaq. Kişi cinsli isimlər təsirlik halda hansı şəkilləri qəbul edir? Biz kişi cinsli isimləri təsirlik halda işlətdiyimiz zaman mütləq ismin canlı və cansız olduğuna fikir verməliyik. Məsələn, əgər stol sözünü təsirlik halda işlədiriksə, stol cansız olduğu kimi öz kökündə qalacaq. Amma brat, qardaş sözünü təsirlik halda işlədiriksə, o canlı olduğu üçün təsirlik halda A şəkilçisini qəbul edəcək. Yəni beləliklə qayda budur ki, cansız kişi cinsli isimlər təsirlik halda şəkilçi qəbul etmir, öz kökündə qalır. Canlı kişi cinsli isimlər isə A şəkilçisini qəbul edir. Qadın cinsli isimlər təsirlik halda, fərq yoxdur, canlı, cansız, hamısı U şəkilçisini qəbul edir. Orta cinsli isimlər ancaq cansız isimlər olduğu üçün təsirlik halda öz kökündə həmişə qalacaq. İndi isə gəlin cümlələr quraq. Gəlin birinci, я жду, mən gözləyirəm feili ilə fərqli özümüz üçün cümlələr quraq. Və ümumiyyətlə bu tip cümlələr çox tez-tez istifadə olunur gündəlik danışığımızda. Çünki biz həmişə kimisi gözləyirik də, düzdür? Ya qardaşımızı gözləyirik, ya bacımızı, ya dostumuzu, rəfiqəmizi, müdürümüzü, yəni kimisə hər dəfə biz gözləyirik. İndi gəlin cümlələr quraq. Və necə tərcümə edərsiniz? Mən qardaşımı gözləyirəm. Gəlin birinci siz tərcümə edin, sonra mən tərcümə edim. Правильно будет я жду брата. Почему я жду брата? Потому что сперва мы задаем вопрос. İlk öncə biz sual veririk. Düzdür? Mən kimi gözləyirəm? Məsəl üçün, əgər siz sразу rus dilində sual verməkdə çətinlik çəkirsinizsə, Azərbaycan dilində sual verin, sonra onu tərcümə edin rus dilinə. Mən kimi gözləyirəm? Görürsünüz, kimi sualına cavab verir. Kimi nədir rus dilində? Kavo. Özünüzdə qeydlər də apara bilərsiniz. Kimi kavo deməkdir? Hansı halın sualıdır? Təsirlik halın sualıdır. Deməli, mən burada gərək brat sözünü işlədim təsirlik halda. Düzdür? Brat canlı kişi cinsli isim olduğu üçün təsirlik halda A şəkilçisini qəbul edir. Olur. Я жду брата. Baxın, feili bilirsiniz. Məsəl üçün, mən gözləyirəm, я жду deməkdir. Qaydanı da bilirsiniz. Məsələn üçün də, kimisə gözləyəndə biz gərək təsirlik halda işlədək. Məsələn üçün, əgər bu canlı kişi cinsli isimsə A şəkilçisini qəbul edəcək, qadın cinsli isimsə U şəkilçisini qəbul edəcək. Və başlayırsınız özünüz üçün fərqli cümlələr qurmağa. Я жду брата. Oğlumu gözləyirəm. Я жду сына. Dostumu gözləyirəm. Я жду друга. Müdürü gözləyirəm. Я жду direktora. Gördünüz, neçə dənə artıq cümlə qura bildiniz özünüz üçün. Düzdür? Və başlayırsınız artıq bu cümlələri hər gün özünüz üçün səsli şəkildə təkrar etməyə. Чтобы sizin diliniz öyrəşsin. Yəni bir dəfə bu cümləni qurdum, bir dəfə dedim, yox, hər gün təkrar etmək lazımdır.
Bunu mən keçən dəfə də demişdim, yenə qeyd edirəm ki, siz hər gün təkrarladıqca artıq onlar sizin beyninizdə avtomatikləşir və bir müddətdən də sonra görəcəksiniz ki, uje həmin bu cümlələri əgər əvvəl fikirləşib cavab verirdinizsə, indi artıq tam sərbəst, tam rahat cavab verə biləcəksiniz, tam rahat deyə biləcəksiniz. Məsələn üçün, əgər birincində düşünürsünüz ki, hə, я жду брата. Məsələn üçün, burada kimi, kavo sualına cavab verdiyi üçün işlədirəm təsrik halda. Aha, canlı kişi cinsi ismi olduğu üçün A şəkilçisini qəbul edir. Uje növbəti irəlidəki dərslərdə artıq fikirləşmədən cavab verə biləcəksiniz. Artıq belə rahat deyəcəksiniz ki, я жду друга, я жду брата, я жду сына. İndi isə qadın cinsli isimlərlə cümlələr quraq. Məsələn, mən rəfiqəmi gözləyirəm. Rəfiqə podrugadır. Qadın cinsli isimdir. Bu da kimi, kavo sualına cavab verir. Qadın cinsli isimlər isə təsrik halda o şəkilçisini qəbul edir. Olacaq, я жду подругу. Я жду учительницу. Я жду дочку. Видите? Я жду брата, но я жду дочку. Mən qardaşımı gözləyirəm. Я жду брата oldu, amma qızımı gözləyirəm oldu doçku. Və məncə uje fərqini başa düşdünüz ki, ikisi də burada eyni halda işlənir, ikisi də təsrik halda işlənir. Просто брат canlı kişi cinsi ismi olduğu üçün A şəkilçisini qəbul elədi, oldu brata. Doçka isə qadın cinsi ismi olduğu üçün U şəkilçisini qəbul elədi, oldu doçku. İndi gəlin başqa bir söz götürək və onunla cümlələr quraq. Məsələn üçün mən dəyişmişəm. Я поменяла. Pomenyalı yazılır, pomenyalı oxunur. Və bəzi sözlər var ki, indi o məsələyə də gələcəyik. Bəzi sözlər var ki, çox çətin tələffüz olunur. Yəni mən bunu hamıya şamil eləmirəm, amma məsəl üçün bəzi tələbələrə, yəni öz tələbələrimlə götürürəm də bu misalı. Bax bu feili tələffüz etmək onlara çətin gəlir. Fərqli-fərqli şəkildə tələffüz edirlər. Pomenyalı deyirlər, panilla deyirlər. Belə də fərqli-fərqli formada. Amma əslində düzgün forması olacaq pomenyalı. Və siz əgər görürsünüz ki, siz bir sözün tələffüzdə çətinlik çəkirsiniz, çalışmayın onu tez deyəsiniz. Mənim bir tələbəm var idi. Deməli, o vaxtı o belə də çox tez danışırdı. Məsəl üçün mən biraz tez danışan insanlar, həmişə ətrafımdakı insanlar mənə dedilər ki, sən çox tez danışırsan da. Amma təsəvvür edin ki, indi o məndən də tez danışırdı. Mən sual verdim ki, yəni sən niyə belə tez danışırsan da? O da deyirdi ki, mən tez danışıram ki, qarşımdakı insan mənim səhvlərimi tuta bilməsin də. Yəni əsas odur ki, mənanı başa düşsün. İfso. Yəni ki, o qədər tez danışım ki, o xırda səhvlərimə ya lap böyük səhv olsun, onlara fikir verməsin, onları eşidə bilməsin. Deməli bunu niyə deyirəm indi? Məsələn üçün bəzi tələbələr var ki, onlar düşünürlər ki, əgər sözü tez desələr, onlar onu daha yaxşı tələffüz edə biləcəklər. Bu çox yanlış fikirdir. Əgər siz bir sözü düzgün tələffüz edə bilmirsinizsə, onu lap istər 10 dəfə, 20 dəfə tezliyini yenə alınmayacaq. Daha da pis tələffüz edəcəksiniz. Ona görə əgər görürsünüz ki, bir sözün tələffüzündə çətinlik çəkirsiniz, onu hecalara bölürsünüz və yavaşca, yavaş-yavaş başlayırsınız onu tələffüz etməyə. Pomenyalı. Pomenyalı. Sonra gördünüz ki, rahat tələffüz edə bilirsiniz. Biraz sürəti artırırsınız. Başlayırsınız pomenyalı. Pomenyalı. Pomenyalı bunu qadın cinsli şəxs dəyişib. Amma kişi cinsli şəxs dəyişibsə o zaman olacaq pomenyalı. Yəni A-nı oradan silirik. İndi gəlin bu feillə cümlələr quraq. Məsəl üçün demək istəyirsiniz ki, mən telefonumu dəyişmişəm. Gəlin birinci analiz edək. Mən nəyi dəyişmişəm? Что я поменяла или поменял? Görürsünüz, telefon burada nəyi что sualına cavab verir. Hansı halda işlənəcək? Təsrik halda. Çünki təsrik halda sualları kimi, kabo və nəyi что deməkdir. Deməli, telefon nəyi что sualına cavab verdiyi üçün işlənəcək təsrik halda. Telefon cansız kişi cinsli isimdir. Niyə qeyd edirəm cansız? Çünki biz kişi cinsli isimləri təsrik halda işlətdiyimiz zaman onun canlı və cansız olduğuna fikir verdik. Canlılar A şəkilçisini qəbul edir. Məsələn, я жду брата. Amma cansızlar heç bir şəkilçi qəbul etmir. Mən burada deyəcəm ki, я поменяла telefon. Siz də başlayırsınız. Baxın, evdə o qədər əşya var. Siz improvizasiya eləyin. Siz bu məsələ üçün də özünüz üçün, tutaq ki, televizoru dəyişmək istəyirəm. Özünüz üçün deyin. Я поменяла televizor. Məsələn üçün stakanı dəyişmisiniz. Я поменяла стакан. Evi dəyişmisiniz. Я поменяла dom. Ev sözün kökü doma deyil. Çoxsa elə bilir ki, domadır. Çünki siz əgər sözün kökünü düzgün götürməsəz, şəkilçi səhv gedəcək. Məsələn üçün doma deyil. Domdu. Cansız kişi cinsi ismi olduğu üçün olduğu kimi öz kökündə qalır. Ya pomenyalı dom. Bax görürsünüz, bir feili öyrənməklə
Siz artıq bir neçə cümlələr qurursunuz. Я поменяла дом. Stolu dəyişmişəm. Я поменяла стол. İndi qadın cinsli isimlər də işlədək. Məsələn, qələmi dəyişmişəm. Qələm nədir? Ruçka. Qadın cinsli isimdir. U şəkilçisini qəbul edir. Qadın cinsli isimlərdə canlı cansız yoxdur. Həmişə təsirli halda U şəkilçisini qəbul edir. Я поменяла ручку. Çantamı dəyişmişəm. Я поменяла сумку. Kurtkamı dəyişmişəm. Я поменяла куртку. İşimi dəyişmişəm. Я поменяла работу. Görürsüz, siz bir dənə feili öyrənməklə fərqli gündəlik həyatımızda istifadə olunan nə qədər cümlə deyə bilərsiniz. Baxın, 2 dənə cəmi feil öyrəndikdə, birində yajdu gözləyirəm, birində də ya pomenyalı ya da ya pomenyal dəyişmişəm də. Düzdür, görürsünüz nə qədər cümlələr qura bilərsiniz siz. Həm də eyni zamanda əgər qrammatikanı da bilsəz, bax indi görürsünüz mən paralel sizə qaydanı da izah elədim. Siz həm söz öyrəndiniz, həm qrammatika keçdiniz və baxın görün nə qədər rahat, sərbəst şəkildə cümlə qura bilərsiniz. Yəni bu hələ ikinci dərsdir və siz artıq qramatlı cümlə qura bilirsiniz. Ən əsas, bax mən heç sevmirəm bu fikri. Çünki bu fikirlə də çox tez-tez qarşılaşmışam. Tələbə deyir ki, mən qrammatikanı tam bitirməmiş rus dilində danışmayacağam. O zaman mən sizə qarantiya verirəm ki, siz həqiqətən də bu dildə danışmayacaqsınız. Çünki siz qrammatika öyrəndiyiniz zaman praktikanız olmasa, siz sadəcə qrammatikanı, yəni qaydaları bilmiş olacaqsınız. Amma danışığınız sıfır olacaq. Mütləq qrammatika, qayda öyrəndiyiniz zaman yanında praktika olmalıdır. Ümumiyyətlə, mən bunu həmişə qeyd edirəm ki, qayda əzbərləməyə ehtiyac yoxdur. Qaydanı praktika etmək lazımdır. Müəllimə qaydanı başa salır, siz də onu tətbiq edirsiniz. Yəni, siz qayda əzbərləmirsiniz. Çünki siz məktəbli deyirsiniz, imtahan verməyəcəksiniz. Sizdən qayda tələb olunmur, sizdən praktika tələb olunur. Çünki siz bu qaydanı nə üçün öyrənirsiniz, nə üçün bilməlisiniz? Tətbiq etmək üçün, praktika üçün. Deməli, siz ilk növbədə nə etməlisiniz? O qaydanı başa düşməlisiniz, dərk etməlisiniz ki, sonra onu rahat şəkildə tətbiq edə biləsiniz. Ona görə əgər siz də bu fikirdəsiniz ki, mən ilk növbədə tam qrammatikanı bitirim, sonra keçim danışığa, bu fikirdən tamamilə yayının, çünki bu düzgün düşüncə deyil. Ətrafımda rus dilini tətbiq edə biləcəyim, praktik edə biləcəyim bir insan yoxdur. Və ya varsa da mən kompleks edirəm onunla ünsiyyət qurmağa. Əminəm ki, bir çoxunuz bu problemlə qarşılaşırsınız və bu problemi həll etməyin çox gözəl bir üsulu var. Özünüzlə danışın. Mən heç vaxt tələbələr, məsələn, bəzi müəllimlər var ki, deyirlər ki, narahat olma, qorxma, get danış rus dilində. Onsuz da hamısı səhv edə-edə öyrənir. Düzdür, bu fikirlə razıyam. Hamı səhv edə-edə öyrənir. Amma insan psixologiyası deyilən bir şey var. Əgər insan utanırsa, kompleks edirsə, ətrafda milyon da desin ona ki, get danış, narahat olma. O yenə də bilirsiniz necədir? O içindəki o narahatçılıq var da, o onu aşa bilməyəcək. Yəni o narahatçılığı aşa bilməyəcək. Ona görə siz ilk növbədə psixoloji olaraq buna hazır olmalısınız. Kimlənsə ünsiyyət qurmağa hazır olmalısınız. Bunun üçün də siz ilk növbədə özünüzlə danışmağa başlayın. Ən gözəli. Məsələn üçün mən bir ara ingilis dilini öyrəndiyim zaman mən nə edirdim? Özümlə danışırdım, özümlə söhbət edirdim. İngilis dilində kinoya baxırdım, sonra özümə həmin o filmi ingilis dilində danışırdım. Ətrafımda ingilis dilində danışacaq heç kəs yoxdur, kimdən danışım? Amma dil elə bir şeydir ki, praktika нужна, постоянно praktika нужна. Yəni əgər mən heç kimlə praktika eləməsəm, o zaman mən bir müddətdən sonra bu dili yaddan çıxardacağam. Yəni öyrəndiklərim də havaya gedəcək. Sonra mən düşündüm, dedim ki, nə edeyim, necə edim? Dedim, ən gözəli özümlə danışım da. Kinolara baxırdım, seriallara baxırdım, özümə ingilis dilində danışırdım. Kitab oxuyurdum, səsli şəkildə oxuyurdum. Sonra həmin kitabın məzmununu özümə ingilis dilində tezdən danışırdım. Və yaxud gündəlik rutinim haqqında özüm üçün ingilis dilində danışırdım. Fərqli mövzular götürürdüm, başlayırdım özümə danışmağa. Özümlə söhbət eləyirdim. Yəni burada belə anormallıq, qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq, yəni başqa bir çarə olmayanda, bir ünsiyyət olmayanda və yaxud məsələn üçün əgər mən kompleks edirəmsə kimlənsə danışmağa, ona görə ən gözəl praktika oturub özünə söhbət etməkdir. Yəni insan məncə özündən artıq utanmır, özündən də kompleks edir. Və bir müddətdən sonra da artıq görəndə ki, yox, məndə həqiqətən də alınır, mən fikirlərimi ifadə edə bilirəm, danışa bilirəm, cavab verə bilirəm. Sizdə o əminlik yaranır. Və siz artıq digər insanlarla da rus dilində danışmaq istəyirsiniz. Artıq bu kompleksinizi aşırsınız.
Bayaq mən sizə bir qayda izah elədim, düzdür? Məsələn, təsirli kəlmanın şəkil işlərinin tətbiq olunma qaydası. Məsələn, mən dəyişmişəm ya poменяла. Я поменяла televizor, я поменяла sumku. Ən gözəli siz də hər gün, bu məsəl üçün öyrəndiniz də, я жду, mən gözləyirəm, я поменяла dəyişmişəm. Bu feillərlə hər gün cümlələr qurun. Səsli şəkildə özünüz üçün. Bu məsəl üçün baxın, evdə nə qədər əşya var, düzdür? Bu həmin əşyalarla və öyrəndiyiniz bu feillərlə özünüz üçün gündə bir 10-15 dənə səsli şəkildə şifahi cümlələr qurun. Yaza da bilərsiniz, amma yazdığınız zaman da mütləq şifahi şəkildə dediyin ki, beyniniz rus dilində düşünməyi öyrənsin. Bayaq da qeyd etdiyim kimi, məsəl üçün, я поменяла телевизор, я поменяла стол, я поменяла планшет, я поменяла telefon, я поменяла divan. Sonra məsəl üçün geyimdən nəsə götürə bilərsiniz. Yəni ümumi hələ geyim sözünü, geyim одеждаdır. Я поменяла одежду, я поменяла кофту. Yəni görürsüz evdə o qədər əşya var və siz onların hamısı ilə cümlələr qura bilərsiniz və eyni zamanda siz həm şəkil işləri praktika etmiş olursunuz, həm də o yeni öyrəndiyiniz feili. Bir qayda da var, gəlin onu da sizə izah edim. O da gündəlik həyatımızda çox tez istifadə olunan bir qaydadır. Yəni həmin o qaydanı bilsək, artıq bir çox cümlələri gündəlik həyatımızda istifadə edə biləcəyik. Hara sualı. Hara rus dilində kuda deməkdir. Və bu sual rus dilində yenə təsirli kəlman sualı sayılır. İndi siz deyə bilərsiniz ki, bəs hara Azərbaycan dilində yönlü kəlman sualıdır, çünki mənə bu suallarda müraciət edirlər. Rебята, onu qeyd eləmək istəyirəm ki, qətiyyən Azərbaycan dilinin qrammatikasını, rus dilinin qrammatikasını müqayisə etməyin. Çünki loru dildə desək, rusun qrammatikasını rus yazıb, Azərbaycan qrammatikasını Azərbaycanlı yazıb. Yəni bu tamamilə fərqli qrammatikalar, tamamilə fərqli qaydalardır. Çünki hər şeydən də savayı bunlar fərqli dillərdir. Yəni bunların bir oxşar cəhətləri, oxşar qaydaları ola bilməz. Mən məsəl üçün əgər desəm ki, hara Azərbaycan dilində təsirli kəlman sualıdır, siz məndə səhv tuta bilərsiniz. Amma mən deyirəm ki, hara sualı rus dilində təsirli kəlman sualıdır. Çünki onun öz tərcüməsi rus dilində kuda sualı, təsirli kəlman sualı olduğu üçün ona görə Azərbaycan dilində olan tərcüməsi də rus dilində təsirli kəlman sualı sayılır. Yəni bu deməkdir ki, biz kuda sualına cavab verən isimləri işlədirik təsirli kəlmada, amma bir amması var. V və na qoşmaları ilə işlədirik. Yəni önündə mütləq ya v ya da na qoşması gəlməlidir. İndi mən sizə v qoşmasının birinci mənasını izah edəcəm. Deməli rus dilində bütün bağlı yer və məkanlar. Baxın, məsəl üçün, ev bağlı yerdir, otaq bağlı yerdir, lift olsun bağlı yerdir, restorandır, kafedir, daha sonra mağazindir, marketdir, bankdır, şirkətdir. Bunlar hamısı bağlı yer və məkan sayılır. Və rus dilində bütün bağlı yer və məkan kuda hara sualına cavab verdiyi zaman v qoşması ilə təsirli kəlmə işlənir. Biz də bayaq sizinlə təsirli kəlmə şəkil işlərini öyrəndik. Cansız kişi cinsli isimlər şəkilçi qəbul etmir, qadın cinsli isimlər isə u şəkilçisini qəbul edir. İndi biz zaten hər gün harası gedirik. Bu maksimum ən azından mağazina dəyirik də, mağazina gedirik, düzdür? İndi siz nə edirsiniz? Hər gün harası gedəndə onu özünüz rus dilində səsli şəkildə deyirsiniz. Bu məsəl üçün mağazina gedirsiniz də, düzdür? Özünüzə prosta səsli şəkildə deyin ki, я иду в магазин. Mən mağazina gedirəm. Hara gedirəm? Куда я иду? Mağazin burada kuda sualına cavab verdiyi üçün işlənir təsirli kəlmə, cansız kişi cinsli isim olduğu üçün şəkilçi qəbul etmir və bağlı yer olduğu üçün v qoşması ilə işlənir. Я иду в магазин. Gördünüz, həm getmək feilini praktika etmiş oldunuz, həm də mağazin sözünü düzgün, qramatlı şəkildə cümlədə tətbiq etmiş oldunuz. Я иду в магазин. Mən banka gedirəm. Я иду в банк. Banku yox. Bilirəm, bəziləriniz deyir orada banku. Niyət? Çünki bank, rus dilində də hələ bankdır. Cansız kişi cinsli ismi olduğu üçün təsirli kəlmə olduğu kimi öz kökündə bank olaraq qalır. Я иду в банк. Mən məktəbə gedirəm. Как будет? Я иду в школу. Məktəb, şkola qadın cinsli isimdir. Təsirli kəlmə u şəkilçisini qəbul edir. Будет я иду в школу. Görürsünüz, əslində, yəni müəyyən qədər biraz söz bazamız olsa, biraz feillər bilsək və bu şəkilləri düzgün tətbiq olunma qaydasını bilsək, çox rahat, səlis şəkildə cümlələr qura bilərik. Gündəlik həyatımızda istifadə olunan cümlələr qura bilərik. Və cümlələr qurduqca da bir müddətdən sonra görəcəyik ki, artıq rus dilində sərbəst şəkildə danışa bilirik. Zaten bütün bu cümlələr gündəlik həyatımızda istifadə olunan cümlələrdir də. Mini dialoqlara qulaq asaraq da danışığınızı çox yaxşı inkişaf elətdirə bilərsiniz.
Çünki dialoqlarda siz artıq yeni ifadələr öyrənmiş olursunuz. Tutaq ki, restorana gedirsiniz. Restoranda hansı ifadələrdən, hansı cümlələrdən istifadə etmək lazımdır? Məsələn, masanı necə rezerv etmək lazımdır? Hansı ifadədən, hansı cümlədən istifadə etmək lazımdır? Və yaxud yemək sifariş edərkən nə işlətməliyəm orada, hansı ifadəni deməliyəm orada? Yəni bu çox effektiv üsuldur. Tutaq ki, siz dialoqa qulaq asdınız. Daha sonra həmin dialoqu evdə kiçik bir səhnəcik gözünüzə quraraq onu başlayın praktika eləməyə. Yəni necə? Məsələn üçün siz restoranda dialoquna qulaq asdınız. Yəni restoranda hansı ifadələrdən istifadə olunur? İndi özünüz üçün kiçik bir səhnəcik qurun ki, tutaq ki, biri ofisiantdır, biri də müştəridir. Məsələn, siz ofisiantla necə danışacaqsınız? Yeməyi necə sifariş edəcəksiniz? Və yaxud siz masa bron eləmək istəyirsiniz. Hansı cümlədən, hansı ifadədən istifadə edəcəksiniz masa bron edərkən? Evdə kiçik səhnəciklər özünüzə quraraq rus dilinizi daha da yaxşı inkişaf etdirmiş olacaqsınız və ən əsası da artıq restorana, mağazina və ya başqa bir yerə getdiyiniz zaman komplekssiz özünüzü rahat ifadə edə biləcəksiniz. İndi biz sizinlə ərzaq dükanında aparılan kiçik dialoqa qulaq asacağıq. Диалог второй. Добрый день. Мне нужно 500 граммов сыра. Какой сыр вы хотите? У вас есть голландский? Да, вот голландский сыр. Взвесить? Да, пожалуйста. Сколько он стоит? 2038 рублей за килограмм. Здесь 520 граммов. Хорошо. С вас 1060 рублей. Я могу оплатить картой? Да, конечно. Deməli, bu ərzaq dükanında aparılan bir kiçik dialoquydu. İndi gəlin bu dialoqu sizinlə tərcümə edək. Добрый день. Günortanız xeyir. Мне нужно 500 граммов сыра. Mənə 500 qram pendir lazımdır. Какой сыр вы хотите? Hansı pendir istəyirsiniz? У вас есть голландский? Holland pendiri var? Да, вот голландский сыр. Bəli, buyurun Holland pendiri. Взвесить. Взвесить çəkim deməkdir. Yəni sual verəndəki çəkim это будет взвесить. Да, пожалуйста. Burada deyir ki, bəli, zəhmət olmasa, amma məsələn üçün mən burada çəkin sözünü də artırıram. Yəni məsələn üçün siz deyirsiniz ki, bəli, zəhmət olmasa çəkin. Взвесьте. Bu dialoqu yazılı şəkildə videonun altında da qeyd edəcəm. Взвесьте çəkin deməkdir. Да, пожалуйста, взвесьте. Bəli, çəkin zəhmət olmasa. Сколько он стоит? Neçədir? Сколько стоит? Neçədir deməkdir. Burada artıq значит, bu rusların yazdığı dialoq olduğu üçün burada rublla deyirlər. 2038 rubl za kilogram. Yəni burada deyir ki, 2038 rubl kiloqrama görə. Yəni nəyinsə qiymətini kiloqrama görə deyəndə za kilogram. Здесь 520 граммов. Burada 520 qram var. Хорошо, yaxşı. С вас 1060 rubl. С вас deyəndə, yəni o demək istəyir ki, bu ifadə kimi işlənir. Bunun heç bir qrammatika aidiyyatı yoxdur. Yəni burada ifadə kimi gedir ki, siz 1060 rubl ödəməlisiniz. Məsələn üçün gəlin Azərbaycanı götürək də. Məsələn üçün dedik ki, siz 50 manat ödəməlisiniz. С вас 50 manat. Və yaxud siz 10 manat ödəməlisiniz. С вас 10 manat. Я могу оплатить картой. Bu çox tez-tez istifadə olunan bir cümlədir, bir sualdır. Mən kartla ödəyə bilərəm. Оплатить karтой. Bax siz də məsələn üçün restoranda, marketdə, mağazində bu sualdan istifadə edə bilərsiniz. Я могу оплатить картой. Və yaxud belə də deyə bilərsiniz. У вас есть оплата картой. Və yaxud qayıdaq bayaqki cümləyə. Məsələn üçün sivas, indi mən Azərbaycan manatı ilə götürüm, rublla uzun rəqəm çıxır orada. Məsələn üçün sivas 50 manat, yəni siz 50 manat ödəməlisiniz. İndi məsələn üçün siz soruşmaq istəyirsiniz ki, mən nə qədər ödəməliyəm? Сколько с меня? Mən nə qədər ödəməliyəm? Будет сколько с меня? Bax bu ifadəni də siz harasa gedəndə nə qədər ödəməli olduğunuzu soruşanda
bu ifadəni işlədə bilərsiniz. Сколько с меня? Да, конечно, ну, это вообще легко. Bəli, əlbəttə deməkdir. Görürsüz, burada artıq bu dialoqa qulaq asaraq siz artıq bir neçə ərzaq dükanında, не только ərzaq dükanında, yəni любой mağazində, restoranda da olur bu, ifadələrdən istifadə edə bilərsiniz. Məsələn üçün, nə qədər ödəməli olduğunuzu və yaxud məsələn üçün kartla ödəniş olduğunu siz bunu bir çox yerlərdə istifadə edə bilərsiniz. Amma bəli, məsələn üçün, əgər pendir almaq istəyirsinizsə və yaxud ət almaq istəyirsinizsə, məsələn üçün bax qramdan burada hamısı qeyd olunub. Məsələn üçün necə deyə bilərsiniz? Например, 500 граммов сыра, 500 граммов мяса, 500 qram ət tutaq ki, və yaxud 1 kiloqram мяса. Сколько стоит? Neçəyədir deməkdir. Məsəl üçün siz heç tutaq ki, geyim alırsınız. Məsələn soruşa bilərsiniz ki, сколько стоит эта куртка? Yəni bir dialoqa qulaq asaraq siz artıq bir neçə ifadə, bir neçə söz öyrənmiş olursunuz və ən önəmlisi də onları tətbiq etməkdir. İlk növbədə evdə özünüz üçün səhnəciklər qurub, tutaq ki, siz getmisiniz nəsə almağa və soruşursunuz onu. Məsələn üçün pendir alırsınız, soruşursunuz. Məsələn üçün sizdə ağ pendir var, ya Holland pendiri var. У вас есть белый сыр или голландский сыр? Sonra məsələn üçün neçə qram istədiyinizi soruşursunuz. Məsələn üçün deyə bilərsiniz ki, zəhmət olmasa bunu çəkin. Bunu bayaq qeyd elədim, zvesti. Sonra güya yaxınlaşırsınız kassaya, deyirsiniz ki, mən bunu kartla ödəyə bilərəm. Sizdə kartla ödəniş var. Yəni siz özünüz əgər özlərinizdə işləməsəz, inanın ki, müəllimin nə qədər də yaxşı metodikası da olsa, yenə də tam istədiyiniz effekti ala bilməyəcəksiniz. Çünki siz özünüz də özlərinizin üzərində çalışmalısınız, işləməlisiniz. Mənim bax bu dərsdə sizə dediklərimi əgər siz indi gedib evdə özünüz işləsəz, inanın ki, artıq bir addım daha irəlidə olacaqsınız. Bu bizim cəmi 2-ci dərsimizdə. Hələ irəlidə 3-cü dərsimizdə var. Ümid edirəm ki, bugünkü videom sizə çox faydalı oldu və siz həqiqətən də bu dərslərdən fayda alırsınız və nəsə öyrənirsiniz. Mən buna çox ümid edirəm və inanıram da. Bizim hələ axırıncı 3-cü dərsimiz də var. Bu da çox maraqlı olacaq, çox maraqlı mövzuna qarşınızda olacağam. Növbəti 3-cü dərsimizdə görüşənədək hər birinizə uğurlar arzulayıram. Sağ olun.